nələr edirsən? Daha doğrusu, Putin, sən nələr edirsən? Bəli, Rusiyanın bir çox vilayətlərində əhalinin mal-qarasını əlindən alırlar. Onlara deyirlər ki, sizin mal-qaranızda xəstəlik var, amma xəstəliyin adının nə olduğunu demirlər. Hal-hazırda Rusiyanın bir çox böyük vilayətlərində bununla bağlı çox ciddi narazılıq yaranıb. İnsanların mal-qarasını müşahidə eləyib onu məhv eləyirlər. Rusiya Telegram kanallarının verdiyi məlumata görə bunun bir səbəbi var. Miratorg şirkəti. Rusiyada dövlətə bağlı olan Miratorg şirkəti, hansı ki illik gəliri 23 milyard dollardır. Miratorg Rusiya bazarında ən çox ət satan şirkətdir. İndi Rusiya Telegram kanalları yazır ki, Miratorg şirkəti dövlətlə əlbir olub məmurları vasitəsilə əhalinin əlindən mal-qaranı almaqla Rusiya bazarında hər şeyə yiyələnmək istəyir. Yəni mal əti satışı, qoyun əti satışı və ət məhsullarının hamısını Miratorg öz əlinə keçirmək istəyir. Əziyyət çəkənsə yazıq kasıb xalqdır. Rusiya.